Kia Carnival istəyənlər 1.6 hibrid 2026-cı il. Maşın X modeli, yəni full versiyadır. 8400 yürüyüşü var. 65.000 dirhəmdən 17.500-dən çıxacaq. Maşın solu təmizdir. Qabaq hissəsində zədəsini göstərəcəm. Burada elə bir neysə ehtiyat hissələrindən var. Bəli, bamperi falan burada görsədir. Buradadır. Bamper falan içindədir. Bilmirəm, tam sağlam deyək. Yaxını göstərərəm. Bax, məsələn, birinci kırılası yoxdur. Maşın. Gəlin görək nəyə var, nəyə yox. Bax, bamperin bu başı təmizdir. O bir başı qırıqdır. Neysə, uzun sözün qısası. İndi olanlar burada, içində olanlar bəlli. Olmayanları da ki, almaq lazımdır. Bu qabağında hibridin siqnal verən bu buradadır. Şeyşirləri buradadır. Neysə, uzun sözün qısası full komplektasiyadır. Ən full versiyasıdır. Belə. Amma luk yoxdur da, yəni. Luku yoxdur. Getdik. Maşının qabaq hissəsində, bax, radiator falan var. Radiatorda belə əziyi var. Qabaq şiverlər falan salamatdır. Qabaq 2 fara, bufer mütləqdir. Kapotda bax, bu iş görülməlidir. Neysə, bax, belə göstərim, o tərəf kırıladan. Belə göstərim, bax, kabin, hamısı salamat bunlar. 1.6 hibrid. Kimə maraqlı olsa, pin kodunu da çəkirəm. Bu da bunun pin kodu. İli də 2026.